Hər vaxtınız xeyir, obyektiv, real baxış bucaqları ilə efirdədir. Sürət, çeviklik, operativlik bu sözlər müasir dövrün əsas çağırışları kimi gündəlik lüğətimizə daxil olub. Rəqəmsallaşma bu reallığı daha da gücləndirir. Biz bir neçə saniyə içində bir çox məsələnin həllini istədiyimiz dövrdə yaşayırıq. Bugünkü buraxılışda sosial xidmətlərin rəqəmsallaşmasının vətəndaşlar üçün açdığı yeni imkanlardan danışacağıq. İndi isə diqqətimiz Dost TV-dədir. Birbaşa bağlantıda bizi həftənin sosial xülasəsinin təqdimatı ilə Əsmər Nəcməddin qızı gözləyir. Hər vaxtın xeyir Əsmər, söz səndə. Salam xanım, hər vaxtınız xeyir olsun. Sizi və tamaşaçıları Dost TV ilə Real TV-nin ortaq yayımından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. Lənkəran şəhər Osman Mirzəyev adına 5 sayılı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Sinif, informatika, tikiş, xalçaçılıq, rəqs və musiqi otaqlarının, emalatxananın yaradıldığı müəssisə zəruri mebel və avadanlıqlarla fən kabinetləri əyani vəsaitlərlə təchiz edilib. Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 7027 nəfərin məşğulluğunu təmin edib. 319 nəfər sakin isə işə götürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Cari ilin yanvar-oktyabr aylarında Nazirliyin fəaliyyət sahələri üzrə 538 min elektron arayış verilib. Son illər istifadəyə verilən elektron arayış xidmətləri iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və sair barədə elektron qaydada arayış əldə etmə imkanı yaradır. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Rehabbas layihəsi çərçivəsində əlilliyi olan 2500 ədək şəxsə xidmət göstərilib. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 sayılı uşaq reabilitasiya mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki uşaq reabilitasiya mərkəzinə çatdırır. Reabilitasiya proseduru bitdikdən sonra isə uşaqlar yenidən geri qaytarılır. Cari ilin yanvar-oktyabr ayları ərzində Könüllü Dost proqramına 40 min müraciət olub. 1300 şəxs proqrama cəlb edilib. Könüllülər dost mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə və digər sahələr üzrə köməklik göstərirlər. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Söz xanım yenidən sizdədir. Obyektiv davam edir, diqqətiniz Real TV-də olsun. Təşəkkür edirəm. Dost TV ilə birbaşa bağlantını izlədiniz. Obyektiv efirdədir. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin layihələr üzrə koordinatoru Füzuli Mehdiyevlə maraqlı bir müzakirə vəd edirik. Xoş gəlmişsiniz Füzuli müəllim. Salam, çox sağ olun. İstərdim söhbətimizə sosial xidmətlərin elektronlaşması barədə müzakirə ilə başlayaq. Rəqəmsallaşma ilə nələrə nail olundu? Ümumiyyətlə, mən istərdim ki, fürsətdən istifadə edərək sosial xidmətin nə olduğunu vətəndaşlarımıza bildirim. Sosial xidmət çətin həyat şəraitində olan şəxslərə və ailələrə problemlərinin həll etmək üçün, cəmiyyətdə bərabər iştirakını təmin etmək, eləcə də onların sosial müdafiəsini, rifahını yaxşılaşdırmaq üçün Nazirlik tərəfindən göstərilən kompleks tədbirlərdir. Yəni, Nazirlik tərəfindən sosial xidmət tədbirləri evdə, yəni səyyar, stasionar, yarım stasionar və həmçinin sosial məsləhət xarakterli şəkildə vətəndaşlarımıza göstərilir və bildiyiniz kimi Nazirliyin bir neçə fəaliyyət istiqaməti var. Əmək, məşğulluq, sosial müdafiə və sosial xidmət istiqamətləri üzrə vətəndaşlarımıza xidmət göstərir və bunların da ən böyük paya sahibi sosial xidmət sahəsidir. Çünki bilirsiniz ki, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması üçün öncə onların məişət problemləri, sosial problemləri həll edilməsi Nazirliyin ən vacib prioritetlərindən biridir. Buna görə də Nazirlik tərəfindən göstərilən xidmətlərin elektronlaşması, eləcə də rəqəmsallaşması ən vacib məsələlərdən biridir. Və Nazirlik tərəfindən neçə ildə
bir neçə istiqamət üzrə yeni layihələr həyata keçirilmişdi və nümunə olaraq mən bir neçə layihəni çəkə bilərəm. Evdə səyyar sosial məişət xidməti, sosial tərəfdaş yardımları sistemimiz var ki, hansı ki vətəndaşlarımıza il ərzində paylar, hər hansı bir sosial müdafiəsini artırmaq üçün şirkətlər tərəfindən paylar təqdim olunur ki, onların uçotun aparılması üçün bu sistem hazırlanıb. Sovqat alt sistemi özündə 3 modulu daşıyır. Hansı ki, mənzil, avtomobil, maddi yardımla bağlı nazirlik tərəfindən verilən bu göstərilən tədbirlərin uçotun aparılması üçün Sovqat alt sistemi hazırlanıb. Eləcə də sanatoriya kurort göndərişləri, sosial işin idarə edilməsi kimi layihələr nazirlik tərəfindən göstərilib və bu rəqəmsallaşmanın sayəsində biz vətəndaşlarımızın əldə etdiyi xidmətlərə əlçatanlığını təmin etmişik və bunun üçün hər hansı bir quruma və yaxud da hər hansı bir fiziki olaraq şəxsə yaxınlaşmağına ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, sosial xidmət sahəsində elektronlaşma çox vacib məsələlərdən biridir. Çünki vətəndaşlarımız bu xidməti əldə etmək üçün az vaxtda mobil tətbiqlərdən və yaxud da digər resurslardan istifadə edərək həm öz imtiyazlarını görə bilər, izləyə bilər, həm də bu xidmətləri əldə edə bilərlər. Ona görə də düşünürəm ki, rəqəmsallaşma, ümumiyyətlə, sosial sahədə rəqəmsallaşma çox vacib məsələlərdən biridir. Yəni, vətəndaşlarımız üçün kağız daşıyıcıda sənədləri bir idarədən digərinə aparmaq dövrü artıq keçmişdə qaldı. Bəli, bəli. 100% bunu deyə bilərikmi? Hal-hazırda bəzi sistemlər var ki, qarşılıqlı inteqrasiya səviyyəsində hazırlanır. Bəli, digər qurumlarla məlumat digər qurumlarla inteqrasiya aparıldığı üçün ona görə də biz 100% nəticəni əldə etməyimiz hələ ki tezdir. Amma bu gələcəkdə bu faizə çatma ehtimalımız daha yüksəkdir. 50% sizdən asılıdırsa, bir o qədəri bəlkə daha çoxu digər inteqrasiya apardığınız qurumdan asılıdır. Çünki vətəndaşların mübadiləsini siz bir neçə qurumla aparırsınız. Ümumilikdə neçə qurumla bu inteqrasiya prosesi həyata keçirilir? Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 80-dən çox qurumdan məlumat alma imkanı var. Bildiyiniz kimi, digital bridge üzərindən biz bir neçə qurumdan məlumatları əldə edirik, emal edirik və bunun əsasında vətəndaşlarımıza hətta proaktiv qaydada xidmət göstəririk. Bildiyiniz kimi, proaktiv qaydada xidməti göstərmək üçün mütləq şəkildə digər qurumlarla informasiya sistemlərinin inteqrasiyası vacib məsələdir və biz buna bir neçə istiqamətdə nail olmuşuq və bundan sonra da məqsədimiz odur ki, həmin xidmətlərin proaktiv qaydada aparılmasının sayını artırmaqdır. Ümumi olaraq yanaşsaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərdən nə qədər elektron müstəvi üzərindən vətəndaşlara göstərilir və bu xidmətlərdən sosial xidmətləri əhatə edən xidmətlərin payına da istərdim toxunaq. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 159 fəaliyyət istiqaməti var ki, bunun 151-i elektron müstəvidədir və 151-indən də təxminən 50-si proaktiv qaydada xidmət göstərilir və bu 159 xidmətin 37-si sosial xidmət sahəsinə aid olan xidmətlərdir ki, bu xidmətlərində təxminən 33-ü elektronlaşdırılıb və 33 xidmətin də 30-u e-sosial, e-gov üzərindən müraciət əsaslı hazırlanıb və vətəndaşlarımızın istifadəsinə verilib. 3 xidmət isə proaktiv qaydada hal-hazırda təqdim edilib. Bildirmək istərdim ki, bəzi xidmətlər var ki, onlar bayaq qeyd etdiyim kimi stasionar, yarım stasionar göstərildiyi üçün onların texniki olaraq elektron və yaxud da proaktiv qaydada xidmət göstərilməsi mümkün deyil. Və ona görə biz tərəfimizdən kompleks tədbirlər aparılır ki, ən azından bir uçot sisteminin qurulması və bu uçot sistemində vətəndaşlara nazirlik tərəfindən hansı xidmətlər göstərilir. Yəni, bildiyiniz kimi,
müalicələr aparılır, hər hansı bir müayinə aparılır və onların uçotu aparılır ki, bu vətəndaşla hansı tədbirlər görüldü. Və hər hansı bir dərman vasitələri ilə təmin ola bilər. Eləcə də bizim müəssisələrimizdə yaşayan bizim ahıl şəxslərimiz var ki, onlardan da gündəlik olaraq işlər aparılır və onun da uçotunu hazırlamaq üçün biz sistemi qurmuşuq və hal-hazırda müəssisələr tərəfindən istifadə edilir. Bu isə bizə onu verəcək ki, sosial xidmət müəssisələrində olan benefisiarlarımıza hansı xidmətləri göstərmişik və həmin benefisiarlar istədiyi zaman özü və ailə üzvləri bu məlumatları hər hansı bir veb üzərindən və yaxud da mobil tətbiq üzərindən əldə edəcək. Bu dediklərim əlbəttə gələcəkdə olacaq. Çünki hal-hazırda biz sosial xidmət müəssisələrinin uçotunun aparılması üçün sistemin tətbiqinə başlamışıq. Bu da gələcəkdə həmin toplanan məlumatlar əsasında data əsaslı qərarların verilməsində, eləcə də vətəndaşlarımız haqqında toplanan məlumatları əldə etməsində böyük kömək olacağını düşünürük. Sosial xidmətlərdən danışdıq. İstərdim bir məqama da aydınlıq gətirək. Bəs sosial xidmət xəritəsi nədir və vətəndaş bu xəritədən necə istifadə edə biləcək? Çox sağ olun, çox vacib bir məsələyə toxundunuz. Çünki sosial xidmət xəritəsi düşünürəm ki, vətəndaşlarımız üçün çox vacib bir alətlərdən biri olacaq. Sosial xidmət xəritəsi Nazirlik tərəfindən göstərilən bütün xidmətləri vahid bir platforma üzərində, yəni bir xəritə üzərində vətəndaşlarımıza göstərilmək üçün yaradılan bir sistem olacaq. Və hal-hazırda biz bu sistemin qurulması mərhələsindəyik və test mərhələsi gedir. Əvvəlcədən bunun əlbəttə xidmət istifadəyə verildikdən sonra bununla bağlı daha ətraflı məlumat verəcəyik, amma ilkin olaraq vətəndaşlarımızın məlumatı əldə etməsi üçün istərdim ki, bir nümunə götürək. Bizim Sosial Xidmətlər Agentliyi tərəfindən kompleks tədbirlər görülür. Əlilliyi olan şəxslər üçün, şəhid ailələri üçün, eləcə də digər imtiyazlı kateqoriya şəxslər üçün belə deyək, hər ay demək olar tədbirlər keçirilir və bunun üçün biz bu tədbirlərin hamısını bir xəritəyə toplayacağıq. Tutaq ki, vətəndaş deyəcək ki, mənim rayonuma yaxın hansı müəssisə var, hansı gün ərzi mərkəzi var, hansı gənclər evi var, hansı sosial sifariş layihələri icra edilir. Çünki QHT-lər tərəfindən il ərzində müxtəlif imtiyazlı şəxslər üçün tədbirlər keçirilir Azərbaycanın istənilən regionunda və biz bu məlumatların hamısını bir xəritə üzərində toplayıb vətəndaşımıza bu məlumatı əlçatan edəcəyik. Vətəndaşımız istənilən bir rayon üzrə ən yaxın tədbirin nə vaxt, harada, necə müraciət etmək olar, bu kimi məlumatları əldə etməsi üçün bizim tərəfimizdən hazırlanan bu xəritəyə baxaraq bu məlumatları əldə edə bilər. Sosial xidmət xəritəsi regionlar üzrə, eləcə də ümumi Azərbaycan üzrə hansı xidmətlərin göstərildiyini, hansı regionlarda nəyə ehtiyac olduğunu bizə belə deyək, data əsasında kömək edəcək və hansı rayonda, hansı xidmətə daha çox ehtiyac olduğunu müəyyən edəcəyik. Nümunə olaraq biz evdə səyyar məişət xidmətini göstərə bilərik, sanatoriya, kurort göndərişlərini göstərə bilərik ki, biz regionlar üzrə bunun statistik məlumatını ora göndərəcəyik ki, xəritədə əks olunsun və vətəndaşlarımız artıq biləcək ki, bu rayonda bu qədər şəxsə evdə səyyar məişət xidməti göstərilir, bu qədər şəxsə və sanatoriya kurortla bağlı, müəssisələrlə bağlı məlumatları əldə edəcək və daha çox, belə deyək, bu siyahını uzatmaq olar, amma yəni ümumi olaraq deyirəm ki, sosial xidmət xəritəsi vətəndaşın xidmətlərlə bağlı göstərilən tədbirlərə daha qısa zamanda əl çatması üçün tərəfimizdən yaradılan bir platformadır, bir xəritədir. Qısa bir ara veririk. Sosial sahədə təqdim olunan rəqəmsal zərfə beynəlxalq yanaşmanı əks etdirən bir məlumatımız var. Görülən işlərə verilən qlobal dəyər necədir? İzləyək. Nazirliyin rəqəmsal sahədə beynəlxalq fəaliyyəti həm iki tərəfli, həm də çox tərəfli formatda uğurla davam etdirilir. Cari il ərzində dünyanın müxtəlif ölkələrindən olan müvafiq qurumlarla ümumilikdə 30-a yaxın həm onlayn, həm də
əyani şəkildə görüşlər keçirilmiş və bu görüşlərdə Nazirliyin rəqəmsal təcrübəsi geniş şəkildə paylaşılmışdır. Rəqəmsal sahədə əldə olunan nailiyyətlərə gəldikdə, indiyədək Nazirliyin müxtəlif layihələri 80-dən çox beynəlxalq mükafatla təltif olunmuşdur. Həmçinin bu layihələr haqqında məlumat Beynəlxalq Sosial Təminat Assosiasiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və digər beynəlxalq qurumların veb saytlarında ən yaxşı təcrübə nümunəsi kimi dərc edilmiş və ümumilikdə 23 məqalə ilə paylaşılmışdır. Bir vətəndaş olaraq hüququm yaranarsa və evdə sosial səyyar xidmətdən istifadə etmək istəyərəmsə, bu prosesi mənə qısaca necə izah edə bilərsiniz? Mən istərdim ki, bu sistemə necə müraciət etmək olar, onunla bağlı vətəndaşlarımıza məlumat verim. Evdə səyyar sosial xidmət e-sosial portalı üzərindən vətəndaşlarımızın istifadəsinə veriləcək. Hər bir şəxs özü və ailə üzvləri ilə bağlı müraciət edə bilər. Əgər vətəndaşın hüququ varsa, bayaq qeyd etdiyim kimi axır şəxssə və əlilliyi olan şəxssə bu xidmətdən yararlana bilər. Vətəndaşımızın müraciəti əsasında məlumatlar emal edilir. Eləcə də həmin məlumatlar əsasında evində qiymətləndirmə aparılır. Qiymətləndirmənin nəticəsi olaraq vətəndaşımıza xidmət göstərilir. Rəqəmsallaşma ilə bağlı növbəti hədəflər nələrdir? Rəqəmsallaşma ilə bağlı növbəti hədəflərimiz bizim hal-hazırda istifadə etdiyimiz layihələrin təkmilləşdirilməsi, eləcə də yeni texnoloji həllərin bizim sistemlərimizdə tətbiqidir. Bildiyiniz kimi, hal-hazırda müasir dövrdə süni intellekt alətləri geniş yayılıb və bu süni intellekt layihələrini öz layihələrimizdə tətbiq edərək vaxta qənaət, eləcə də vətəndaşın müraciətinə daha qısa zamanda, daha operativ şəkildə cavablandırılması qarşımıza hədəf kimi qoyulub. Çünki bildiyiniz kimi, süni intellekt alətləri hal-hazırda istənilən bir işi qısa zamanda əldə etməyə bizə kömək göstərir, kömək eləyir. Buna görə də biz həm Nazirliyin əməkdaşları üçün, həm də vətəndaşlarımız üçün bu süni intellekt alətlərini sistemlərimizə tətbiq etməyə planlaşdırırıq və bunun nəticəsində əməkdaşımızın etməli olduğu işlər süni intellekt aləti vasitəsilə ediləcək. Çünki bilirsiniz ki, Nazirlik tərəfindən bir neçə istiqamət üzrə xidmət göstərilir. Əlillik, pensiya, müavinət, təqaüd, əmək müqaviləsi və bu kimi kompleks layihələrdə süni intellekt alətini tətbiq edərək biz xeyli vaxta qənaət etmiş olacağıq. Uğurlar arzulayıram bu prosesdə də. Çox sağ olun. E-sosial portalından istifadə edirsiniz? Bir vətəndaş kimi əlbəttə e-sosial portalından istifadə edirəm və e-sosial portalı kimi bir çox mobil tətbiqləri var hal-hazırda Azərbaycanda. Elə vətəndaşlarımıza da bir tövsiyəm odur ki, hal-hazırda texnologiya dövründə işimizi daha sürətli həll etmək üçün, eləcə də yeni bir innovativ həllərdən tanış olmaq üçün bu mobil tətbiqlərdən istifadə etsinlər. Vətəndaş olaraq e-sosialda ən bəyəndiyiniz funksionallıq hansıdır? Maraqlı sualdır. Mənim istifadə etdiyim maraqlı funksiyalardan biri şəxsi kabinetdə fərdi şəxsi hesabın yoxlanmasıdır. Bildiyiniz kimi, fərdi şəxsi hesabda sığorta haqlarımız toplanır və hər rübün sonunda sığorta haqları bizim kapitalımıza əlavə olunur. Ötən illərdə sosial sığorta ilə bağlı toplanan məlumatların vətəndaşlar tərəfindən izlənilməsi mümkün olmadığı üçün pensiyaya çıxdığı zaman həmin kapitallarla bağlı uyğunsuzluqlar yaşanırdı və vətəndaş bunun əziyyətini çəkirdi. Amma indi hal-hazırda hər bir vətəndaş öz kapitalını izləyərək həmin kapitalın hər rübün sonunda onların hesabına əlavə edilməsini izləyə bilər və dürüstləşməyə ehtiyac olarsa işə götürənlə danışıb bunu həll edə bilər. Təşəkkür edirəm ki, bugün dəvətimizi qəbul etdiniz və verilişimizin qonağı oldunuz. Bugün sosial xidmətlərlə bağlı elektronlaşmadan danışdıq. Qonağım Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin layihələr üzrə koordinatoru Füzuli Mehdev idi. Rəqəmsallaşan həyat tərzi ilə qənaət olunan hər dəqiqə yeni bir fürsətdir.
Obyektiv izləyirdiniz. Təşəkkür edirik ki, bizimlə idiniz. Real TV-də xəbər axını davam edir.